Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. İnsanlar öz şəxsi məlumatlarını qoruya bilirlərmi? Güvənilir passwordlarla, ikili passwordlarla bu cür. Çalışdığım qədər qoruya bilirəm, çünki hər şey parollandır və digər şəxslərə inam yoxdur da. Yəni hər hansı bir parol istəyəndə və yaxud da ki, telefon məlumatları istəyəndə çalışıram onları verməyim, qoruyum, gizlin saxlayım. Ben niye koruyorum? Necə? Şifrenle. Bir de ki sözümü deyirəm. Yəni niyə ki kimsə mənim telefonuma niyə girmədi? Yəni ki mən qoruyuram. Məxfi saxlamalı, heç kimi demirik. Sosial medialar, yəni Discord, Telegram, elə şeylər. Aha, qoruya bilirsinizmi o məlumatlarınızı? Bəli, mən tanımadığım heç kəsi ekləmirəm. Orada funksiya var, fotoğraflar ya da faylları avtomatik yükləmə eləməsin. Onların həmsini bağlamışam. Çalışdığım qədər qoruya bilərəm. Biraz çətin parollar qoyuruq da ki, hakerlərin hücumuna məruz qalmasından. Məlumatlarımızı heç kimlə paylaşmırıq. Məsəl üçün kart hesablardır, heç kimlə paylaşmırıq. Ancaq şəxsi istifadənin üçün istifadə edirik. Telefon da sosial şəbəkədir və yaxud da belə bir şeylərdir. Bizim icazəmiz olmadan onlara heç kəs girə bilməz. Şifrədir təbii ki. Öz telefonuna qoyuruq. Şəxsi məlumatlarımızı belə edilirsə, bank vasitəsilə, ondan sonra sorğu vasitəsilə qoyuruq. Şifrə vasitəsilə yəqin ki. Şəxsi məlumatlarımı belə qoruya bilərəm ki, səhifələrdə, sosial şəbəkələrdə paylaşmamaqla. Çalışıram ki, təbii ki, belə də qoruyum şəxsi məlumatlarımı. Yəni orada telefon nömrəsidir, getdiyim yerlərdir, ev ünvanımdır, bu kimi şeyləri. Çalışıram ümumiyyətlə şəkil də paylaşmayım. Yəni sosial şəbəkələrdə o qədər də aktiv deyiləm, ona görə məncə çox da qoruyuram.